Hər vaxtınız xeyir dostlar. Bugün hidrogen xlorid turşusunun alınması xassələri mövzusunun testlərinə baxacağıq. Başlayaq. Birinci sualda nə deyir? Deyir, hansı maddə nə xlorid turşusu, nə də ki xlorla reaksiya daxil olmur. Yəni hər ikisi də reaksiya daxil olmasın. Mis oksid hidrogenlə qarşılıqlı təsirdə olur. Deməli, mis oksid hidrogenlə qarşılıqlı təsirdə olur. Buradan alınır pasiv metal. Buna görə cavabımız A bəndi deyil. Daha sonra dəmir xlor ilə qarşılıqlı təsirdə olur. Hidrogen xlorid ilə də qarşılıqlı təsirdə olur. Bəsit xlorla 3 valentli duzunu, hidrogen xlorid ilə isə 2 valentli duzunu verir. Ona görə cavabımız C bəndi də deyil. Amonyak əsasi xassədir. Xlorid turşusu əsasi xassət turşu ilə qarşılıqlı təsirdə olur. Daha sonra mis xlorla qarşılıqlı təsirdə olur. Əmələ gəlir mis xlorid. Amma ki, mis hidrogen xlorid ilə qarşılıqlı təsirdə olmur. Çünki hidrogen sıxışdırıb çıxara bilmir. Hidrogenden sonra gəlir. Biri ilə daxil, biri ilə daxil olmadı. Cavabımız B bəndi olacaq. Səbəb nədir? Silisium oksid turşu oksididir. H xlor ilə qarşılıqlı təsirdə olmur. Turşu ilə eyni xassətlə reaksiyaya girməz. Silisium oksid cəmisi bir dənə istisna turşu oksidimizdir ki, ancaq hidrogen fluorid ilə qarşılıqlı təsirdə olur. Qalan heç bir turşu xassətlə reaksiya daxil olmur. Həmçinin silisium oksid xlorun özü ilə də qarşılıqlı təsirdə olmur. Ona görə cavabımız oldu B bəndi. İkinci sual. Hansı maddə xlorid turşusu həm də xlorla reaksiya daxil olur? Hər ikisi də. Dedi ki, mis H xlordan reaksiyaya girmir. Daha sonra silisium H xlordan reaksiyaya girir daha doğrusu. Silisium xlorid flordan səhv salmışam, üzr istəyirəm. Silisium H xlordan reaksiyaya girmir. Natrium fluorid xlor ilə reaksiyaya girmir. Səbəb nədir? Xlor flordan zəif olduğu üçün sıxışdırıb çıxara bilmir. Hidrogen xlorla qarşılıqlı təsirdə olur, lakin xlor turşu ilə reaksiyaya girmir. Cavabımız B bəndi olacaq. Kalsium hidroksid əsasdır. Əsas turşu ilə qarşılıqlı təsirdə olur. Reaksiya normal duzun alınması ilə gedərsə, bu olacaq mübadilə reaksiyası. Daha sonra kalsium hidroksid xlorla da qarşılıqlı təsirdə olur. Plus reaksiya iki cür gedir. Həm adi şəraitdə baş verə bilər, həm də temperaturda gedir. Adi şəraitdə dəfələrlə demişik, kalsium xlorid, kalsium hipoxlorid alınır. Plus su. Temperaturda isə əmələ gəlir kalsium xlorid, kalsium xlorat, bir də əmələ gəlir nə? Su. Cavabımız B bəndi. Üçüncü reaksiya hansı maddə, daha doğrusu test, hansı maddə xlorid turşusu və həm də xlorla qarşılıqlı təsirdə olur? Civə olmaz. Civə mis kimi hidrogen xloriddən hidrogen sıxışdırıb çıxara bilmir. Kalium fluorid xlorla qarşılıqlı təsirdə olmur, çünki xlor fluorid sıxışdırıb çıxara bilmir. Halogenlər yanmır. Xlorid turşudur, karbon qazı turşu oksididir. Dedi ki, turşu xassətlə reaksiyaya girməz. Cavabımız A bəndidir. Dördüncü sual, dəmirə xlor və xlorid turşulu reaksiyası. Qeyd etdim, burada yenə qeyd edirəm. Dəmir bəsit xlorla 3 valentli duzunu əmələ gətirir. Amma dəmir H xlorla 2 valentli duzunu əmələ gətirir. Xlor deyirsə 3 valentli olacaq, hidrogen xlorid deyirsə 2 valentli olacaq. Beşinci sual, eyni qaydada xrom, xlor, stibium. Bəsit xlorun özü ilə qarşılıqlı təsirdə olanda 3 valentli duzunu əmələ gətirir. Amma burada xlorid turşusu birincidir. Yerini dəyişək. Deməli, xlorid turşusu xlorun özü ilə 3 valentli duzunu verir. Xlorid turşusu ilə 2 valentli duzunu verir. Yer bəndi. Altıncı sualda nədir? Reaksiya daxil olan maddələr alınan duzun molyar kütləsini müqayisə edəcək. Deməli, reaksiya daxil olan maddələrimiz nələrdir? Biraz böyüdək. Deməli, hidrogen xlorid kalium OH ilə qarşılıqlı təsirdə olur. Əmələ gəlir kalium xlorid, bir də əmələ gəlir su. Eyni qaydada hidrogen xlorid, bromid. Kalium OH ilə reaksiya daxil olur. Hidrogen fluorid kalium OH ilə reaksiya daxil olur. Əmələ gəlir kalium bromid və su. Əmələ gəlir kalium fluorid və su. Deməli, əmələ gələn duzlarımız bunlardır və duzların tərkibində götürülən metal eynidir. Onda metal eynidirsə fərq nəyə nəzərəndir? Götürülən turşu qalığına görədir. Düzdür? Əgər turşu qalığının kütləsi böyükdürsə, həmin duzun kütləsi daha böyük olacaq. Bromun kütləsi daha böyük olduğu üçün B böyükdür, daha sonra xlor, bu da böyükdür fluordan. B, A, C. Cavabımız A bəndi. Yedinci sual. Yedinci sualda isə uşaqlar götürülən turşu eynidir. Turşu eynidir.
duzda iştirak edən metallar müxtəlifdir. Deməli, hər üçü turşla qarşılıqlı təsirdə olur və bir valentli olduğundan dolayı fərq ancaq metala görə gedəcək. Əmələ gəlir birincidən natrium xlorid duzu, ikincidən kalium xlorid duzu, üçüncüdən litium xlorid duzu. Deməli, alınan duzun molyar kütləsinin fərqi nədir? Xlorlar eyni olduğu üçün fərq ancaq metal qalıqlarına görədir. Metalın kütləsi böyükdürsə, duzun da kütləsi daha böyük olacaq. Deməli, natrium ən böyük olduğu üçün A böyükdür. Kalium böyükdür, 39 uşaqlar. Deməli, kalium neçədir? B-dir. B böyükdür A-dan, o da böyükdür C-dən. B, A, C. Cavabımız Y-bəndi. 8-ci sual. Hansı reaksiya tənlik sənayedə hidrogen xloridin alınmasını əks edir? Uşaqlar, sənayedə hidrogen xlorid hidrogen ilə xlorun bəsit maddələrinin qarşılıqlı təsirindən alınır. Cavabımız ona görə A olacaq. 9-cu sual. Həm xlorla, həm də xlorid turşla reaksiya daxil maddə mis olmaz, baxan kimi bilməlisiniz. Çünki mis H-xlordan hidrogen sıxışdırıb çıxara bilmir. Daha sonra natrium OH olacaq. Natrium H-xlorla da reaksiya daxil olur. Əgər adi şəraitdə gedərsə Javel suyunu verəcək. Amma xlorid turşla da qarşılıqlı təsirdə olsa, normal duz alsa neytrallaşma reaksiyasıdır. Ona görə 4 doğrudur. Sonra alüminium uşaqlar, bəli, hər ikisi də reaksiya daxil olur. Alüminium xlorla qarşılıqlı təsirdə olanda alüminium xlorid duzunu əmələ gətirir. Alüminium hidrogen xloridlə də qarşılıqlı təsirdə olanda hidrogenə qədər olan metallar duru turşlardan hidrogen sıxışdırıb çıxarır. Ona görə bəli, alüminium hidrogeni sıxışdırıb çıxaracaq. 2 düzdür. Natrium sulfat xlorid turşla reaksiyaya girməz. Turşların aktivlik sırasına görə sulfat xloriddən daha qüvvətli olduğu üçün xlorid SO4-ü sıxışdırıb çıxara bilmir. Cavabımız olacaq 2-4. Daha sonra 10-cu sual. Həm xlorla da həm də xlorid turşla reaksiya daxil olan maddə bənzərdir. Deməli, dəmir olacaq. Gümüş olmaz. Xlorid turşdan hidrogen sıxışdırıb çıxarmaz. Kalsium hidroksid, bəli, adi şəraitdə gedərsə ağardıcı əhəng əmələ gətirir. Kalium nitrat xlorid turşusuyla getməz. Deməli, bizim eyni qüvvətlə malik olan 5 dənə turşumuz var idi. Hansı idi? Hidrogen yodid, hidrogen bromid, hidrogen xlorid, nitrat turşusu, bir də ki, orta fosfat turşusu. Bu 5 turşu eyni qüvvətlə malikdir. Bu turşuların bir-birlərinin duzlarla qarşılıqlı təsirin şərti nə idi? Bir-birini sıxışdırıb çıxarar nə zaman? Əgər reaksiya nəticəsində çöküntü alınarsa. Əgər çöküntü alınarsa, bu duzlar bir-birini sıxışdırıb çıxar. Baxıram, əmələ gəlir kalium xlorid, əmələ gəlir nitrat turşusu. Bu duz suda həll olan duzdur, çöküntü deyil. Ona görə bu reaksiya getməz. Cavabımız olacaq 2-4 yerbəndi. Davam eləyək. 11-ci sual. Xlorid turşusu hansı maddələ reaksiya daxil olur? Xlorid turşusu nədir? Turşu xassəlidir. Eyni xassələrdən reaksiya getməz. Deməli, karbon qazı ilə girməz, silisium oksiddən girməz, SO2-dən girməz, turşu oksidləridir. N2O duz əmələ gətirməyən oksiddə girmir, kalium oksid əsasi oksiddir, turşu ilə reaksiya daxil olur. Eyni qayda 12-ci sual eyni sualdır. Turşu oksidi turşu ilə reaksiyaya girməz. Karbon qazı getdi, silisium oksid getdi, SO2 getdi. N2O duz əmələ gətirməyəndə əsasi oksiddən reaksiya daxil olacaq. Əsasi oksid turşu ilə reaksiya daxil olanda duzunu əmələ gətirir, bir də suyu əmələ gətirir. 13-cü sual. Xlorid ionunu hansı maddənin suda məhlula təyin etmək olar? Uşaqlar, xlorid ionu nə çökdürür? Xlorid ionu gümüş ionu çökdürür, bir də ki, qurğuşun ionu çökdürür. Ona görə cavabımız B bəndidir ki, gümüş nitrat xlorid ionu çökdürüb, gümüş xlor çöküntüsünü əmələ gətirsin. Eyni qaydada 14-cü sualda qeyd etdik. Gümüş, bir də ki, qurğuşun çökdürür. Cavabımız D bəndi. Hansı qaz adi şəraitdə suda yaxşı həll olur? Deməli, qazdan söhbət gedir. N2O duz əmələ gətirməyəndir, CO duz əmələ gətirməyəndir. Bunlar suda həll olmur. Hidrogen suda həll olmur, azot suda həll olmur. Suda yaxşı həll olan hidrogen xlorid qazıdır. Hidrogen xlorid adi şəraitdə suda yaxşı həll olan qazdır. Suda məhlulu nə adlanır? Turşu adlanır. 16-cı sual. Hansı metallar xlorid turşu ilə reaksiya daxil olur? Deməli, hidrogenə qədər olan metallar olacaq. Çünki bunlar turşudan hidrogen sıxışdırıb çıxara bilir. Hidrogendən sonrakılar olmayacaq. Yəni, hansılar? Misdir, gümüşdür, civədir, qurğuşun, daha doğrusu qurğuşun neymiş? Bir dəqiqə, mis, civə, gümüş, platin, qızıl, bir də ki, osmiyumla iridium. Bunlar nədir? Hidrogen sıxışdırıb çıxara bilmir. Cavabımız olacaq nə? D bəndi. 17-ci sual. Hansı metallar xlorid turşu ilə reaksiya daxil olur? Civə olmaz, sıxışdırıb çıxara bilmir, gümüş olmaz, sıxışdırıb çıxara bilmir. 1-3.
18-ci sual. Hansı maddələr xlorid turşusu ilə reaksiyaya daxil olur? Deməli, mütləq şəkildə turşu ilə duzun reaksiyasının şərti nədir? Şərti bilməliyik. Duzla turşunun reaksiyasının şərti nədir? Aktivlik sırasına nəzər yetirməliyik. Turşunun aktivlik sırası var. Deməli, kalsium ortofosfat, nitrat, hidrogen xlorid ilə eyni qüvvətlə malik olan turşulardır. Qeyd etdik, həmin reaksiyanın getməsinin şərti nədir? Əgər reaksiyadan çöküntü alınarsa, reaksiya gedəcək. Baxıram tək-tək. Kalsium ortofosfat, üstə gəlinsinə hidrogen xlorid. Bu reaksiya gedər, getməz. Çünki buradan çöküntü alınmır. Kalsium xlorid suda həll olandır. Daha sonra plümbium nitrat, üstə gəlsin hidrogen xlorid. Bu reaksiya gedər, bəli, plümbium xlorid çöküntüsü alındığı üçün reaksiya gedəcək. Bir də alınır nitrat. Sonra kalium karbonat. Karbonat turşusu H-xlordan daha zəifdir. Turşuların aktivlik sırasını yada salası olsa, əvvəlcə gəlir nə? Perxlorat turşusu, sonra gəlir sulfat turşusu, sonra gəlir dedik eyni qüvvətdə malik H-yod, H-brom, H-xlor, sonra nitrat və ortofosfat turşusuları. Bunlar eyni qüvvətlə malik turşulardır. Sonra gəlirdi nə? Sulfit turşusu, sonra gəlir sirkə turşusu, sonra qarışqa turşusu. Bunlar da eyni qüvvətlə malikdir. Sonra gəlir nə? Deməli, karbonat turşusu, sonra hidrogen sulfit, axırda da ki silikat turşusu. Baxın, bu ardıcıllıqla turşuların aktivlik sırası neyinir? Azalır. Görürsünüz, xlorid karbonatdan daha qüvvətlidir. Ona baxan kimi görürəm ki, kalium karbonat H-xlorla reaksiya daxil olanda çöküntü alınmır. Sadəcə aktivlik sırasına görə biri o birini sıxışdırıb çıxar. Plus buradan karbon qazı alınır. Qaz alındığı üçün bu reaksiya həmçinin gedəcək. Bu doğrudur. Natrium nitrat hidrogen xloridlə eyni qüvvətliyə malikdir. Nitratla eyni qüvvətliyə malik olanlar reaksiya daxil olan dediyi şərt çöküntünün alınmasıdır. Buradan çöküntü alınmır, natrium xlorid suda həll olandır. Ona görə reaksiya getməz. Cavabımız olacaq 2-3. 19-cu sualda hansılar ilə reaksiya daxil olmur? Deməli, daxil olmur deyirsə, kalium nitratdan olmaz, çünki çöküntü vermir. Plümbium nitratdan çöküntü verəcək. Mislər reaksiya daxil olmaz. Mis H-xlor sıxışdırıb çıxara bilmir oradan hidrogeni. Kalium bixromat isə uşaqlar bu oksidləşdirici duzdur. Hidrogen xlorid ilə qarşılıqlı təsirdə olanda bəsit xlor əmələ gəlir. Keçən dərs keçmişdik. Kalium xlorid, xrom xlorid, bəsit xlor qazı, bir də əmələ gəlir su. Ona görə A bəndi reaksiya daxil olur, B3 də daxil olur. Cavabımız olacaq 2-4. D bəndi. Yenə hansı maddələr xlorid turşusu reaksiya daxil olmur? Daxil olmaz, aktivlik sırasına sıxışdırıb çıxara bilməsin. Bir də ki, çöküntü verməsə. Natrium nitratdan çöküntü vermir. Daha sonra kalium permanganat eyni. Baxın dostlar, deməli kalium permanganat H-xlor ilə reaksiya daxil olanda eyni qaydada kalium xlorid, mangan xlorid, xlor qazı, bir də su əmələ gəlir. Deməli, bu nə idi? Bu səhvdir, reaksiya daxil olur. Kalium xlorid H-xlordan reaksiya daxil olmaz. Çünki bu bir əsaslı turşu olduğu üçün bunun turş duzu yoxdur. Şərt nədir? Normal duz öz turşusu ilə qarşılıqlı təsirdə olanda turş duzu verir. Və minimum 2 əsaslı turşu olmalıdır. Hidrogen, yəni 2 əsaslı olmalıdır. Ona görə bu sizə turş duzu vermədiyi üçün reaksiya getməz. Berilyum hidroksid amfoter əsasdır. Turş ilə qarşılıqlı təsirdə olur. Cavabımız olacaq daxil olmursa 2-4. 21-ci sual. Hansı maddələr xlorid turşusu reaksiya daxil olur? Xrom daxil olur, bəli, hidrogen sıxışdırıb çıxarır. Deməli, kalium xlorat bəli daxil olacaq, oksidləşdiricidir. Kalium xlorat hidrogen xlorid ilə qarşılıqlı təsirdə olanda əmələ gəlir kalium xlorid, xlor qazı, bir də əmələ gəlir su. Sonra bu daxil oldu. Daxil olanları istəyir bizdən. Sonra natrium ortofosfat. Natrium ortofosfat H-xlorla görə reaksiya daxil olur. Xeyr, olmur. Natrium xlorid suda həll olan çöküntüdür. Bu reaksiya girmir. Dəmir hidroksoxlorid. Hidrogen xloridlə qarşılıqlı təsirdə olanda dostlar, burada reaksiya gedəcək. Bəli, reaksiya gedir. HOH özünə götürür. Buradan H, buradan OH çıxır. Əmələ gəlir dəmir hidroksodixlorid. Üstə gəlinsin su. Bəli, bu reaksiyada gedir. Cavabımız olacaq 1, 3, 4. Y bəndi. Hansı maddələr xlorid turşusu reaksiya daxil olur? Bunu dedik ay uşaqlar. Reaksiyamızı burada qeyd eləmiş. Reaksiya gedir. Daha sonra gümüş getməz, sıxışdırıb çıxarmır.
Kalium sulfat getməz, çünki H-xlor kalium sulfat turşusundan zəif olduğu üçün sulfat turşusunun duzundan sıxışdırıb çıxara bilmir. Aktivlik sırası buradadır. Bir dənə aktivlik sırasına nəzər yetirin. Baxın, sulfat xloriddən əvvəl gəlir, daha qüvvətlidir. Daha sonra gümüş nitratdan daxil olacaq səbəb nədir? Çöküntü əmələ gətirir. Əmələ gəlir gümüş xlorid çöküntüsü. Bir də nitrat turşusu. Cavabımız olacaq 1-3. 23-cü sual. Hansı reaksiya doğru deyil? Doğru deyil deyir uşaqlar. Deməli, H-xlor turşusu dedik ki, oksidləşdiricilərlə qarşılıqlı təsirdə olur. Oksidləşdiricilərimiz hansılardır? Kalium bixromatdır, sonra kalium permanganatdır, sonra mangan 4 oksiddir, kalium xloratdır. Bunlar hidrogen xlorid ilə qarşılıqlı təsirdə olur, xloru alır. Bu xlorun alınması üsullardır. Ona görə A bəndi düzdür, sonra C bəndi doğrudur, D bəndi doğrudur. Qaldı B bəndi ilə Y bəndini yoxlamaq. B bəndini yoxlasaq. Natrium ortofosfat H-xlorla qarşılıqlı təsirdə görək olacaq. İkisi də eyni qüvvətlə malik olan turşusa şərt nədir? Çöküntü alınmalıdır. Buradan çöküntü alınmır. Natrium xlorid suda həll olan duzdur. Ona görə reaksiya daxil olmur. Yəni cavabımız B bəndidir. Y bəndi düzdür, çünki silikat turşusu hidrogen xloriddən zəifdir. Ən zəif turşumuz uşaqlar metasilikat turşusudur. Ona görə bütün turşular metasilikatı duzlarla sıxışdırıb çıxara bilir. 24-cü sual. Hansı ifadə xlorid turşusunun kimyəvi xassəsini əks etdirmir? Baxaq. Deməli, gümüş nitratlı ağ rəngli çöküntü verir. Bəli, gümüş xlorid çöküntüdür, ağ rənglidir. Düzdür. Əsasi və amfoter oksidlərlə duzlar əmələ gətirir. Doğrudur, çünki turşudur. Bütün metallar reaksiyasından hidrogen alınır. Xeyr, hidrogenə qədər olan metallarla reaksiya daxil olur. Hidrogendən sonrakılar burada qeyd etmişdik. Hansılardır? Deməli, mis, gümüş, civər, daha sonra platin, qızıl, osmium, iridium. Bunlar hidrogendən sonra gəlir deyə turşudan hidrogen sıxışdırıb çıxara bilmir. C bəndi. Hansı reaksiya nəticəsində hidrogen xlorid əmələ gəlir? Baxaq. Amonium xlorid parçalarında əmələ gəlir amonyakdan hidrogen xlorid. Bu doğrudur. Bu sənayedə H-xlorun alınmasıdır. Doğrudur. Xlor bromu sıxışdırıb çıxarır, çünki flyor, xlor, brom, yod sırasında aktivlik azalır. Xlor bromla aktiv olunca sıxışdırıb çıxarır. Əmələ gəlir H-xlor, bir də əmələ gəlir brom. Bu da düzdür. Natrium xlorat sulfat ilə qarşılıqlı təsirdə olanda, bəli, qatı sulfat ilə qarşılıqlı təsirdə olanda sulfat H-xlordan qüvvətli olduğu üçün duzundan sıxışdırıb çıxarır. Əmələ gəlir natrium sulfat, bir də əmələ gəlir H-xlor. Uşaqlar, bu natrium xlor, natrium brom, natrium yodid 3 dənə duzun təyini reaksiyasıdır ki, qatı sulfat ilə qarşılıqlı təsirindən götürülən duzun növünü rahat formada seçmək olur. Demək, gümüş xlorid nitrat ilə qarşılıqlı təsirdə olmaz. Çünki gümüş xlorid özü çöküntüdür, suda həll olmur. Duzla turşusunun şərti nə idi? Reaksiya daxil olanlar həll olan olmalıdır. Reaksiyanın alınan çöküntü olmalıdır. Cavabımız olacaq nə bəndi? Y bəndi. 26-cı sualda hansı halda hidrogen xlorid əmələ gəlir? A bəndindən əmələ gəlir dedik. Sonra uşaqlar, mis xlorid sulfit ilə qarşılıqlı təsirdə olanda. Sulfit xlordan zəif olduğu üçün sıxışdırıb çıxara bilmir. Buradan əmələ gəlmir. A, əmələ gəlir istəyir. Cavabımız elə bəndi. 27-ci sual. Hansı maddənin köməklə müxtəlif qablarda olan natrium sulfat, gümüş nitrat və natrium karbonatın suda məhlullarını fərqləndirmək olar? Fərqləndirmək olursa uşaqlar, deməli, verilən cavablardan biri bunlardan reaksiya daxil olub fərqli bir məhsullar vermədi ki, siz bunları rahat formada fərqləndirə biləsiniz. Baxaq. Demək, kalium nitrat, duzlarımızı birinci qeyd edək sonra. Deməli, natrium sulfat. Daha sonra gümüş nitrat, bir də nədir? Natrium sulfat, gümüş nitrat, bir də nə? Bir də natrium karbonat. Deməli, duzdur. Cavab variantlarda verilənlər duz, əsas və turşu. Şərtləri bilmək məcburiyyətindəyik. A, C, D-ni yoxlayaq. Eyni formada gedək. A, C, D. Duzdan duzun şərti nədir? Duzdan duzun bircə şərti var. Reaksiyadan mütləq şəkildə çöküntü alınmalıdır. Çöküntü alınarsa bu reaksiyalar gedir. Natrium sulfat kalium nitrat ilə reaksiya daxil olanda reaksiya getməz. Natrium sulfat üstə gəlsin kalium nitrat. Çünki buradan çöküntü alınmır. Kalium sulfatı yaxşı həll olur, nitratların hamısı yaxşı həll olur. Sonra gümüş nitrat,
Üstə gəlinsin nə? Kalium nitrat idi, doğrudur. Gümüş nitrat, kalium nitrat hər ikisi eyni turşunun duzu olduğu üçün reaksiya getməz. Bir də ki, natrium xlorid. Bu baxmağa heç natrium xlorida ehtiyac yoxdur. Çünki qabda natrium sulfatla gümüş nitrat qaldı. Reaksiya daxil olmadı. Cavabımız deməli A bəndi deyil. Sonra gəldik D bəndinə. Natrium sulfat, kalium sulfat yenə reaksiya getməz. Çünki eyni turşunun duzlarıdır. Sonra gümüş nitrat, bir də kalium sulfat. Görək reaksiya gedəcək. Gümüş SO4 çöküntüsü alınır. Bu fərqləndi, çöküntü əmələ gəldi. Bir də ki, nədir? Natrium karbonat, bir də kalium sulfat. Deməli, bu A bəndini yoxlaması idi, D bəndini yoxlayırıq. Deməli, bu reaksiyada kalium karbonat çöküntü deyil, natrium sulfat çöküntü reaksiya getməz. Natrium sulfatla natrium karbonat qabda qaldığından dolayı bir-birindən fərqlənmədi. Ona görə cavabımız D bəndi deyil. İndi gəlin C bəndini yoxlayaq. Natrium sulfat, natrium xlorid. Bu ikisi reaksiya getməz uşaqlar. Daha sonra gümüş nitrat, bir də gümüş nitratın natrium xloridlə reaksiyası daha doğrusu. Buradan gümüş xlorid çöküntüsü alınır, bu fərqləndi. Bir də natrium karbonat, natrium xlorid ilə reaksiya getməz. Eyni metalın duzudur. Ona görə qabda bizim nəyimiz qaldı? Natrium sulfata natrium karbonat qaldı, fərqlənmədi. Daha sonra gələk B bəndini yoxlamağa. B bəndində şərt nədir? Duzla əsasın reaksiyasının şərtidir. Bu reaksiyanın şərti odur ki, reaksiya daxil olanlar həll olan olmalıdır. Reaksiya nəticəsində çöküntü alınmalıdır. Baxıram. Kalium hidroksid natrium sulfat ilə reaksiya girsə uşaqlar çöküntü verməz. Natrium OH da yaxşı həll olur, kalium sulfat da yaxşı həll olur. Sonra gümüş nitratı yoxlayaq. Gümüş nitrat kalium OH-la reaksiyasından, demək gümüş hidroksid çöküntüdür uşaqlar. Bir valentlidir. Mörtəzə almaq ehtiyac yox idi. Bu çöküntüdür, kalium nitrat həll olandır. Bəli, bu reaksiyadan çöküntü alındı. Bu fərqləndi. Daha sonra natrium karbonatın kalium OH-la reaksiyasına baxıram. Kalium karbonat həll olur, natrium OH həll olur. Qabımızda nə qaldı? Natrium sulfat, natrium karbonat qaldı. Deməli, cavabımız B bəndi olmaz. B bəndində maddələr fərqlənmədi. İkisi qabda qaldı. Cavab Y bəndidir. Yenə də yoxlayaq. Deməli, natrium sulfatın H-xlorla reaksiyasını yazacağıq hər üçünün də. Görə fərqlənmə nə üzrə gedir? Aha, uşaqlar, birinci reaksiya getməyəcək, bu bunu sıxışdırıb çıxara bilmir. İkinci reaksiya gedir, gümüş xlorid çöküntüsü əmələ gəlir. Bəli, fərqləndi. Üçüncü reaksiyada gedir, natrium xloriddən karbonat turşusu əmələ gəlir. Karbonat davamsız olduğu üçün karbon qazı və su şəklində yazılır. Karbon qazı da nədir? Qazdır. Bu reaksiyada getdi. Deməli, ikinci və üçüncü maddə fərqləndi. Birindən çöküntü alındı, birindən qaz ayrıldı. Birinci də reaksiya getmədi. Bir-birinə fərqləndiyindən dolayı cavabımız Y bəndidir. 28 bənzəri sualdır uşaqlar. Yenə özünüz baxarsınız, cavab C bənd olacaq. Sadəcə olaraq şərtləri nəzərə yetirib özünüz yoxlayın ki, görün tam şəkildə başa düşürsünüz. Reaksiyaların getməsinin hər birinin özünün şərti var. Baxan kimi nəyin nə ilə reaksiya getməsini bilmək istəyirəmsə, ancaq şərti bilməliyəm. Mən oturub bütün reaksiyaları əzbərləyə bilmərəm. Lakin şərtləri bilsəm, reaksiyaların hamısını tətbiq edə bilərəm. Aha, deməli 29-cu suala baxaq. 29-cu sual uşaqlar bayaq yuxarıda var idi bunun. Hansı maddə xlorid turşusu və xlorla reaksiya daxil olmur? Silisium oksid. Nə doğrudur? Deyir, xlorid turşusu maddə şirəsinin tərkibinə daxildir. Bəli, düz deyir. Qüvvətli turşudur. Bəli, doğrudur. Flor turşudan zəifdir. Xeyr, qüvvətlidir. Hidrogen fluorid, hidrogen xlorid, hidrogen bromid, hidrogen yodid istiqamətdə. Soldan sağa gəldikcə turşuluq artırdı. Səbəb nədir? Turşuluq artır. Çünki soldan sağa gəldikcə rabitə zəiflir, hidrogen rahat qopur. Hidrogen rahat qopduğundan dolayı turşuluq artır. Turşu nə idi? Hidrogen ionu və turşu qalıqlarından ibarət idi. Düzdür, biz turşudakı hidrogen ionu metal qalıqları ilə metalı əvəz edə bilirdik. Oradan hidrogen ionu qoparırıq. Ona görə soldan sağa gəldikcə rabitə zəifləyir. Hidrogen rahat şəkildə qoparılır, turşuluq da artır. 3 yanlışdır. Cavabımız olacaq 1-2. 31-ci sual. 0,3 mol xlorid turşusu ilə maksimum neçə qram alüminium reaksiya daxil olur? Reaksiyamızı yazaq. Alüminium üstə gəlsin hidrogen xlorid. Əmələ gəlir alüminium xlorid. Əmələ gəlir H2. 3, 2, bura 6 yazdı. Bura 2, bura 3. Deməli, xlorid turşusu maksimum neçə qram alüminiumla reaksiya daxil olar? 6 mol hidrogen xlorid 2 mol ilə reaksiya daxil olur. Bəs 0,3 mol nə qədər daxil olacaq? Deməli, 2 dəfə az, 0,1 mol. 1 molumuz 27 qramdırsa, 0,1 molumuz da 2,7 qramdır. Daha sonra
32-ci sual bənzəridir. Özünüz baxarsınız, bilərsiniz. 33-cü sual. Deməli, hidrogen xlorid dəmirlə qarşılıqlı təsirdə olur. X, Y maddələrimizin hansı nə olduğunu biz müəyyən etməliyik. Birinci reaksiyamız yazaq. Dəmir hidrogen xlorid ilə reaksiyaya daxil olanda əmələ gəlir dəmir xlorid, 2 xlorid, bir də əmələ gəlir hidrogen qazı. Düzdür? Deyir, bunlardan Y alüminiumla reaksiyaya daxil olmur. Alüminium ilə reaksiyaya daxil olmayan hidrogendir. Mən bilirəm ki, metallardan berilyum və alüminium hidrogenlə birbaşa qarşılıqlı təsirdə olmur. Ona görə Y hidrogendir, X də budur. C bəndi. 34-cü sual. Hansı reaksiyadan alınan bütün maddələr xlorid turşusu ilə reaksiyaya daxil olur? Bütün maddələr. Kalsium oksid plus karbon qazı. Karbon qazı daxil olmaz. Turşu ilə reaksiyaya daxil olmur. Eyni xassəli. Əmələ gəlir silisium üstə gəlsin karbon qazı. Karbon qazı yenə daxil olmur. Əmələ gəlir dəmir üstə gəlsin alüminium oksid. Dəmir H-xlordan reaksiyaya daxil olur. Düzdür. Alüminium oksid amfitir oksiddə daxil olur. Cavabımız C bəndi. Daha sonra magnezyum, bunları dedikdə vəsiyyət, 35-ci sual. Fikrim yayın uşaqlar. 35-ci sualda nə deyir? İçərisinə 0,2 mol natrium xlorid və 0,4 mol kalium xlorid olan məhlula artıq miqdarda gümüş nitrat məhlulu ilə təsir etdikdə alınan çöküntünün kütləsi neçə qram olar? Deməli, natrium xlorid və kalium xloridimiz var. Bunlar hər ikisi də gümüş nitrat ilə qarşılıqlı təsirdə olur. Reaksiya məhsullarımızı yazaq. Reaksiya nəticəsi əmələ gəlir gümüş xlorid çöküntüsü, bir də əmələ gəlir natrium nitrat. Düzdür. Eyni qayda əmələ gəlir gümüş xlorid çöküntüsü, bir də əmələ gəlir kalium nitrat. Reaksiya hər ikisi də birin birə nisbətində gedir. Deyir ki, mən bilirəm ki, 1 mol natrium xloriddən 1 mol çöküntü alınır. Düzdür. Mənə təsir etdikdə çöküntünün kütləsi neçə qram olar? Çöküntünü tapmaq düzdür. 0,2 mol daxil olsa 0,2 molda çöküntü əmələ gəlir. 1 mol daxil olanda 1 mol çöküntü əmələ gəlir. 0,4 mol götürsəm 0,4 mol çöküntü əmələ gələcək. Deməli, əmələ gələn çöküntümüzün ümumi mol miqdarı oldu. Nə qədər? 0,6 mol. Məndən kütləsini istəyirsə, gəlin bunu mola çevirək. 0,6 vurulsun 143,5 qrama. O da eləyəcək nə qədər? Bir dəqiqə görək, bu hesablayacaq. Burada 143,5 bərabərdir. 86,1 qram. Cavabımız oldu B bəndi. Daha sonra davam eləyək. 36-cı sual. 36-cı sualda nə deyir? Tərkibində sinkin kütlə payı 20% olan mis və sinkdən ibarət qarışığımız var. Bunları artıq miqdarda xlorid turşusu əlavə etdikdə 0,4 mol hidrogen alınmışsa ilkin qarışığın kütləsini hesablayın. Çox rahat sualdır. Qarışığımız mis və sinkdir. Qarışıqda sinkin kütlə payı 20%-dir. Qarışığımız ümumilikdə isə 100%-dir. Düzdür. Deyir ki, bunlara hidrogen xlorid əlavə etdikdə qarışığa 0,4 mol hidrogen alınmışdır. Baxan kimi bilməlisiniz ki, hidrogen hansından alınır. Bu H-xlor ilə reaksiya daxil olmur, hidrogen sıxışdırıb çıxara bilmir. Amma buradan hidrogen alınır. Bu reaksiyanı qısa formada da yaza bilərsiniz. Metal valentinin yarısı qədər hidrogen çıxarırsa, ox çəkirsiniz, hidrogen yazırsınız. 2 valentlidirsə 1 mol hidrogen çıxaracaq. Deməli, amma bizə deyir 0,4 mol çıxarsın. Düzdür, buranı silək ki, qarışıq görünməsin. Deməli, 1 moluna 65 qram sink sərf olunursa, bəs 0,4 mol alınsa nə qədər sink sərf olunar? Deməli, hesablasaq bu eləyir nə qədər? 65-i 0,4-ə vuracaq. Düzdür, o da eləyəcək 26 qram. Bu elədi 26 qram. Bizdən qarışığın, ilkin qarışığın kütləsini istəyir. Düzdür, mən bilirəm ki, 26 qram sink 20%-dir qarışıqda. Bəs 100% nə qədər olacaq? 5 dəfə çox. O da eləyəcək 130 qram. 20-ni 5-ə 130 bəli. A bəndi. Davam eləyək. 37-ci sual. Hansı ifadə hidrogen xlorda aid deyil? Baxaq. Deməli, molekulu polyardır. Polyar nə deməkdir uşaqlar? Polyar molekul qeyri-simmetrik molekuldur. Düzdür? Qeyri-simmetrik molekul. Qeyri-simmetrik molekulun digər adı nədir? Polyar.
Polyarlıq hadisəsi baş verirsə, bu polyar molekul olacaq həmçinin. Deməli, hidrogen xlorid. Hidrogen xloriddə xlorun elektron mənfili hidrogendən çox olduğundan dolayı elektron cütü xlora meyillidir. Burada elə biraz məsafəli yazısı olsaq, dostlar. Bu hidrogen, bu xlor. Elektron cütü var axı burada ortada. Bu elektron cütü xlora meyilli olduğu üçün polyarlıq hadisəsi baş verir. Bəli, polyar molekuldur, düzdür. Sonra suda məhlul xlorid turşusu adlanır. Bəli, doğrudur. Suda məhlul mislə reaksiya daxil olur. Daxil olmur. Mis hidrogen sıxışdırıb çıxara bilmir. Cavabımız C bəndidir. 38-ci sual. Hansı mərhələlərdə xlorid turşusunun duzları alınır? Deməli, birinci mərhələdə düzdür. Kalium xlorid alınır, bir də hipoxlorid alınır. Bu adi şəraitdə baş verdiyi üçün Javel suyu adlanır. Sonra kalium xlorid çıxıbdır. Deməli, yerdə qalan nədir? Kalium xlordur. Kalium hipoxloriddən su çıxıb qalan yerdə kalium xloriddir. Gəlin reaksiyamızı yazaq ki, sizə tam aydın olsun. Əmələ gəlir nə? Kalium xlorid, əmələ gəlir kalium hipoxlorid, bir də əmələ gəlir su. Fikir versiniz, kalium xlorid reaksiyadan çıxıb. Deməli, bizim maddəmiz X-dir. Kalium xlor üstə gəlsin sulfat turşusu. Sulfat turşusu qüvvətli olduğu üçün sıxışdırıb çıxarır. Əmələ gəlir kalium sulfat, əmələ gəlir hidrogen xlorid. Hidrosulfat əmələ gəlib, dostlar. Hidrosulfat əmələ gəlsə, kalium hidrosulfat əmələ gəlir H-xlor. Bu formada. Deməli, onda bizim Y maddəmiz hidrogen xloriddir. Hidrogen xloriddə manqan 4 oksidlə reaksiya daxil olur. Bu oksidləşdirici xassəyə göstərir manqan 4 oksid burada. Əmələ gəlir manqan xlorid, əmələ gəlir xlor qazı, bir də əmələ gəlir su. Deməli, bu da oldu bizim Z maddəmiz. Z maddəmiz indi bilmirəm, bu ikisindən biridir. Əsas odur ki, duz əmələ gəlir. Deyir, hansıla duz əmələ gəlir? Birincidə duz əmələ gəlir, düzdür. X duzdur. İkincidə xeyir, turşudur, duz deyil. Üçüncüdə bəli, bu Z olsa duz olacaq. Cavabımız olacaq 1, 3. C bəndi. 39-cu sual bənzərdir, buna özünüz baxarsınız. 40-cı sual. Deyir, xlorid turşusu ilə reaksiyada sink metalı tam sərf olunursa, hansı qrafiklər doğrudur? Sink üstə gəlsin H-xlor, əmələ gəlir sink xlor 2, üstə gəlsin H2 qazı, düzdür. Deyir ki, sink tam sərf olunarsa, sinkin qrafiki necə olmalıdır? Sıfır xəttini kəsməlidir. Ona görə 3 yanlışdır. Hidrogen alınır, bəli, hidrogen məhsuldur deyə doğrudur. H-xlor dəyişmir. H-xlor niyə dəyişməsin ki, məhlulun deməli qatılığı? Qatılıq hidrogen xlor ilkin maddə olduğu üçün sərf olunur. Yanlışdır. Cavabımız olacaq yalnız 2B bəndi. 41-ci sual. Deməli, alınan maddələrin sayı. Kalium xlorat, kalium bixromat. Deməli, alınan maddələrin sayını deyir. Gəl öndə hər ikisinin reaksiyasını yazaq. Kalium bixromat. Üstə gəlinsin H-xlor. Əmələ gələcək nə? Tək duzu. Kalium xlor, xrom 3 xlorid, xlor qazı, bir də su. Buradan 4 maddə alındı. Düzdür? 4 məhsul alındı. Kalium xloratı yazsaq, kalium xlorid üstə gəlsin H-xlor. Əmələ gələcək kalium xlorid, əmələ gələcək xlor, əmələ gələcək su. Buradan isə 3 məhsul alındı. Düzdür? Deyir, X-da 4 məhsul alınsın, Y-də 3 məhsul alınsın. Onda bizim X-ımız ola bilər kalium bixromat. Y-də 3 məhsul alınsın deyir. Deməli, kalium xlordu gəlin gümüş nitratı da yazaq ki, sizin üçün aydın olsun. Gümüş nitratdan hidrogen xlorid mübadilə reaksiyası kimi reaksiya daxil olur. Əmələ gəlir gümüş xlorid çöküntüsü, bir də əmələ gəlir nitrat turşusu. Ona görə cavabımız Y bəndidir. 42-ci sual. Deməli, dostlar, 50-ci suala kimi baxaq, 50-dən sonra kimi də bir baxarıq. 42-ci sualda nə deyir? 1 mol metalın xlorid turşu reaksiyasından 22,4 litr hidrogen ayrılmışsa, reaksiya neçə mol turşu sərf olunmuşdur? Deməli, biz bilirik ki, metal valentinin yarısı qədər hidrogen çıxarır, düzdür? Metal valentin yarısı qədər hidrogen çıxarırsa, biz həmin nəzərədən istifadə edə bilərik. Baxaq. Deməli, 1 mol metal nə qədər? 1 mol hidrogen çıxarıb. Reaksiya neçə mol turşu sərf olunur? Deməli, uşaqlar, bu neçə valentli metal ola bilər? Əgər 1 mol hidrogen çıxarsa, deməli, mənim X metalım 2 valentlidir ki, valentin yarısı qədər hidrogen çıxarıb. İndi neçə mol turşu sərf olunar deyir. X üstə gəlinsin,
hidrogen xlorid. Əmələ gəlir X xlorid, bir də üstə gəlsin H2. Deməli, 2 valentli metalın hidrogen xlorid ilə qarşılıqlı təsirindən 1 mol hidrogen ayrılır və neçə mol turşu sərf olunur? 2 mol turşu sərf olunur. Cavabımız D bəndi. 43-cü sual eyni nəzəriyyəni tətbiq edəcək. 1 mol metal, 1 mol metal. Nə qədər hidrogen deməli alınıb 1 mol metal sərf olunur. 0,5 mol hidrogen sərf olunur. Deməli mənim X metalım 1 valentliymiş, düzdür? X metalım H xlor ilə reaksiya daxil oldu. Əmələ gəlir X xlor, əmələ gəlir H2. Hidrogenə görə bura 2, bura 2, burada 2, düzdür? Deməli söhbət 1 mol metaldan gedir, düzdür? 2 mol metala 2 mol turşu sərf olunursa, 1 mol metala 1 mol turşu sərf olunur. Cavabımız D bəndi. Sonra 44-cü sual. Hansı reaksiyada X maddəsi xlorid turşusudur? Deməli, A bəndində H xlor götürsək, 44-cü sual. Deməli, hidrogen xlorid üstə gəlsin mis 2 oksid. Əmələ gələcək nə? Mis xlorid üstə gəlsin su. Elə cavabımız A bəndiymiş. 45-ci sual. Hansı maddələr xlorid turşusu ilə reaksiya daxil olur? Yenə qeyd edirəm, reaksiyaların gedib getməməsini bilməyiniz üçün birinci götürülən maddənin xassəsini müəyyən edin və mütləq şəkildə şərtləri bilməsi. Xlorid turşusu turşudur, düzdür? Turşu xassə ilə reaksiya daxil olmaz. Ona görə cavablardan çıxdaş eləyərək tapa bilərik. Əgər varsa, yoxdursa problem deyil. Deməli, A bəndinə baxaq. Sink oksid, natrium karbonat, kalsium hidroksixlorid. Sink oksid amfoter oksid olduğu üçün bəli reaksiya daxil olacaq, düzdür. İndi natrium karbonata baxıram. Natrium karbonat üstə gəlinsin hidrogen xlorid. Bəli reaksiya gedəcək. Xlorid karbonu sıxışdırıb çıxarır. Əmələ gəlir natrium xlorid, əmələ gəlir karbon qazı, bir də əmələ gəlir su. Bu doğrudur. Kalsium hidroksixlorid H xlor ilə reaksiya daxil olurmu? Bəli, daxil olur. Buradan H, buradan OH çıxır. Əmələ gəlir normal duzu kalsium xlorid, bir də əmələ gəlir su. Uşaqlar, əsasi duzun üzərinə turşu gələndə normal duz alınır. Turş duzun da üzərinə əsasi gələndə normal duz əmələ gəlir. Elə bilin ki, mühiti neytrallaşdırırsınız. Əsasi mühiti turşu gəldim neytrallaşmalıdır. Turş duzdur. Əsas gəldim, mühit neytrallaşır. Cavabımız elə A bəndi. 46-cı sual xlor alınır deyir. Uşaqlar, burada variantı qeyd eləmişik. Gəlin, buranı silək. Yadımdan çox toplanı təmizləməmişim. Deməli, hansı maddələrin xlorid turşu ilə qarşılıqlı təsirindən xlor alınır? Deməli, xlor alınır. Uşaqlar, S bəndi nəyə görə düzdür? Baxın, biz bayaq yazdıq axı. Deməli, bunlar oksidləşdirici duzlardır. Oksidləşdirici duzlar H xlor turşusu ilə qarşılıqlı təsirdə olanda xlorun laboratoriyada alınması üsuludur. Eyni qaydada yuxarıda qeyd etmişdim. Bundan əlavə manqan 4 oksidi bura misal göstərə bilərsiniz. Daha sonra bir dəqiqən buralarda bir yerdə qeyd eləmişdim. Tapacağım. Sal, baxın bu hissə. Bunlar H xlor ilə qarşılıqlı təsirdə olanda laboratoriyada xlorun alınması üsuludur. Cavabınız ona görə S bəndidir. 47-ci sual. Deyir ki, X maddən xlor və H xlor hər ikisi də reaksiya daxil olsun. Bunun cavabdan misi və gümüşü çıxa bilərəm. Çünki bunlar H xlor ilə reaksiya daxil ola bilmir. Y maddən isə ancaq xlor ilə daxil olsun deyirsə, ancaq xlor ilə. Cavabımız C bəndidir. Kalium H xlordan daxil olur, misdən daxil olmur. 48-ci sual. X hər ikisi ilə daxil olsun deyirsə, gümüşdən misi çıxdım. Y isə H xlordan daxil olmasın deyirsə, cavabımız A bəndi. 49-cu sual. Deməli, 1 mol metal götürmüşük hər birindən. H xlor ilə qarşılıqlı təsirindən ayrılan hidrogenin həcmini. Uşaqlar, götürülən turşu eynidir və bu 3 metal da H xlor ilə qarşılıqlı təsirdə olanda hidrogen ayrılır. Nə qədər hidrogen ayırır? Metal valentinin yarısı qədər hidrogen ayırır. Sonra 1 mola gətirək. Deməli, 3 valentlidir, 1,5 mol hidrogen çıxarır. Dəmir H xlorla 2 valentli olur. 1 mol hidrogen çıxarır, sink 2 valentlidir, 1 mol hidrogen çıxarır. Deməli, bunların 1 mol bu formada hidrogen çıxarır və 1 mol götürmüşük, düzdür? Onda bu 33,6 litr hidrogen çıxarır, bu 22,4 litr hidrogen çıxarır, bu da 22,4 litr hidrogen çıxarır. Cavabımız A bəndi. 50-ci suala da baxaq. Deməli, magnezium, natrium, alüminium
Götürülən mollar eynidirsə, H-xlorun mol miqdarını tapın. Birinci onda biz hidrogendən söhbət getmədiyi üçün belə qısa formada yaza bilmərik. Duzların, metalların H-xlorla reaksiyasını yazaq. Əmələ gəlir maqnezium xlorid, əmələ gəlir H2. Əmsallaşdırsaq, bura 2 yazmalıyam, düzdür? Daha sonra natrium üstə gəlsin H-xlor. Əmələ gəlir natrium xlorid, əmələ gəlir hidrogen. Hidrogenə görə bura 2 yazıram, bura 2 yazırıq, bura 2 yazırıq. Daha sonra alüminium üstə gəlsin hidrogen xlorid, əmələ gəlir alüminium xlorid, əmələ gəlir hidrogen. Bura 6 yazırıq. Deməli, hidrogenə görə bura, xlora görə bura 2 yazırıq, hidrogenə görə 3 yazıram, burada 2 yazıram. Deyir ki, eyni mol götürürsə, gəlin biz hamısını 2 mol götürək ki, bizim üçün hesablama rahat olsun. Deməli, bunu 2 mol götürürəm, düzdür? Deməli, 1 molundan 1 mol nə istəyir bizdən? H-xloru istəyirmiş uşaqlar. Hidrogenə baxmırıq, özümüzü çaşdırmayaq. H-xlordan söhbət gedir. Deməli, 1 molundan 2 mol H-xlor sərf olunursa, 2 molundan nə qədər sərf olunacaq? 4 mol H-xlor sərf olunacaq. Bu oldu A. 2 molundan 2 mol H-xlor sərf olunursa, 2 mol ilə 2 mol H-xlor sərf olunacaq. Bu oldu B. 2 moluna 6 mol sərf olunursa, 2 mol ilə 6 mol H-xlor sərf olunacaq. Bu da C. Deməli, uşaqlar, A bərabərdir 2B-yə, bəli, düz deyir. Birinci şərtimiz doğrudur. C bərabərdir 3B-yə, bəli, B-ni 3-ə vursaq C. C-ni deməli 3-ə vursaq B-ni alırıq. Üçüncüyə baxıram, A bərabərdir C bölünsün 2. Xeyr, C-ni 2-yə bölündə 3 alıram. A-ya bərabər olmuyor. 3 yanlışdır. Düz istədiyi üçün cavabımız 1-2. Deməli, dostlar, 1-dən 50-yə kimi baxdıq. Geri qalanları da inşallah gələn dərs müzakirə edərik. Hələlik.